ikinci bölümü başladı. Axşamınız xeyir. Küçədə nə edirsiniz? Sizi gözlürdüm ki, gələndə qapının zəngin basmayasınız. Hamı yatır. Hə, sağ ol. Yemək yemişsiniz? Aclığım yoxdur. Heç olmasa gəlin bir stəkan çay için. Gəlin, xahiş edirəm. Qorxmayın Həmid kişi. Gəlin əyləşin. Mən niyə qorxmalıyam ki? Bilirəm, sizin də xəbəriniz var ki, mən adam öldürüb həbsdə olmuşam. Nuş olsun. Sən kimi öldürmüsən Zeynəb? Həyat yoldaşım. Hə, Həmid kişi. Vadar elədi, vurdum, öldürdüm. Peşman da deyiləm. Neyini vadar elədi ki? Çox uzun söhbətdir. Danışsam səhər açılar. Görürəm siz də çox yorğunsuz. Bugün yatın, dincəlin. Sonra danışarım. Nuş olsun. Hara gedirsiniz? Burada biraz təmiz hava alacağım. Siz gedəndən sonra gələrəm.
Hardadır pullar? Bilirik, siz götürmüşsünüz. Hardadır? Hara koymuşsunuz pulları? Laçın gedəndə saat neçə idi? Həmişək kimi. 8 işləmişdi ya da yarısıydı. Bəs ata? Ata səndən 5-10 dəqiqə əvvəl getdi. Ata hara getdi, yaxına getdi? Bilmirəm. Gedəndə heç nə demədi. Nə çox sual verirsən? Sən gör soruş da. Yo, elə belə soruşdum. Mənim özümün bugün işim var. Elə yaxşı ki, belə oldu. Bəs, Laçın səni işə götürmüşdü. Nə oldu? Gah gedirsən, gah getmirsən. Dedi nahardan sonra gələrsən. Bugün harasa getməlidir, mağazaya sonra gələcək. Buna qovulubdu. Hə, əmin yadından çıxıb burada qalıb. Əmi gətirmişdi. Hə, sənə müəllim göndərmişdi, ata qol çəkdi. İstəyirsən bugün apar ver ofisə. Nə var, getmək istəmirəm. Həm də ayrı işim var. Sən apar. Gedəndə yol üstü ver də. Anıya deyərəm. Nə oldu? Get soruş da. Hə, yaxşı.
Sabahın xeyir ana, gəldin? Nə? Qalxdım otağa baxdım, gördüm yoxsan. Amma yatağını yığmamışdın. Elə bildim qayıdıb yatmaq fikrim var. Yığmamışam yatağı. Ana, sən niyə belə fikirlisən? Bir səfə yuxu görmüşəm. Fikrim yaman qarışdı. Allah xeyir eləsin. Nə görmüsən ki? Şeydə... Qarışıq yuxu idi ki, heç yadımda da qalmadı. Lənət şeytana. Ana, Həmid əmin gətirdiyi qovluq yadından çıxıb qalıb burada, aparmayıb. Eldara verərik aparar. Eldar getdi. Hara? Bilmirəm, dedi işim var. Mənə dedi ki, sən apar. Laçın mağazaya nahardan sonra gedəcək. Mənə də tapşırdı ki, o vaxt gələrsən. Gedəndə yol üstü verin. Eldar elə dedi. Nə bileyim, gedirsən get də. Hə, Könül, nə vaxt çıxırsan? Hə, yaxşı. Sağ ol. Hə. Elə mən də o vaxta gəlib çataram. Oldu Könül, hələlik. Bizim könüldür. Hə, dünən qovluğu qoyumsan, əmigildə gəlmisən. Yadından çıxıb. Gör yadıma düşür. Könül də indi ofis aparacaq onu. Ay kızım, başımı elə itirmişəm. Bu işin içindən necə çıxacağımı bilmirəm. Bu fikirləşirsən həyata. Hə də ay bala. Bir dənə bu Cahangirdən də xəbər çıxsaydı. Həyata, heç cürə tapa bilməliyik onu. Ha, yox, ay kızım, hardan tap? Nə evini tanıyıram, nə qov məğrəbəsini bilirəm. Məndə bir dənə telefon nömrəsi vardı, ona da zəng çalmış. Həyata, vallahi pul onlar götürmüş olacaq. Bax, mən gedəndə torpağa dəyilməmişdi. Torpağın üstü xəzəllə də doluydu. Kimdir bizim həyətə girib torpaq qazan? Kimin nəyinə lazımdır? Tək elə olsun ay bala, tək elə olsun. Zeynəb yoxdur. Yo, Leylanı məktəbə aparıb. Birazdan gələr. Ay kızım, dünən mən Adəmgildən gec gəldim axı. Gələndə gördüm Zeynəb küçədə dayanıb məni gözləyir. Küçədə? Bax, mən də təəccübləndim. Soruşanda dedi zəngi basmayayım deyə orada gözləyir. Dedi evdəkilər oyanmasın. Görürsən nə mərifətli, qanacaqlı qadındır. Ola bilər qızım, etirazım yoxdur. Amma narahatam. Nədən narahatsın? Ay kızım, dünən məni ora çağırdı. Hı. Çay süzdü. İçəri girməyə ehtiyat elədim. Baxma da yad qadındır, gecə vaxtı. Ehtiyat eləyirdim, dedi Həmid kişi qorxma, gəl. Bu iş. Canın üçün elə dedi. Dedim, mən niyə qorxmalıyam? Dedi, bilirəm ki, mənim adam öldürməyimdən xəbərim var. Özü də özünü ilə soyuqqanla aparırdı, ay qızım. Elə rahat danışırdı. Adamı vahimə basırdı. Sonra nə oldu ata? Və sonra canını sağladı, çay qoydu qabağıma. Özü çıxdı bayrağa, dedi, sən rahat çayını iç. Ay qızım, bilmirsən o kimi öldürüb? Mənə dediyinə görə həyat yoldaşını. O. Niyəsin demədi? Bəlkə də deyib, amma yadımda deyil. Biz o söhbət eləyəndə xəstəxanadaydıq, mən orada özümdə deyildim. Elə mən də soruşanda dedi uzun söhbətdir. İndi məni maraq boğur, həm də narahatam. Ona görə imkan tapan kimi soruşacağım. Narahat olma ata, narahat olma. Ay qızım, necə narahat olmayayım? Baxam işinin gücünün dalınca gedib. Sən onunla bir damın altında qalırsan, ərini öldürən qadınla. Nə bilirsən, bəlkə psixoloji problemi var. Allah göstərməsin, birdən tutması tutar, əlindən xata çıxar.
Ata qorxma. Ay kızım korkma korkma. Sen hele uşaksan ya ay bala böyle şeyleri bilmezsin. Ben orada neler gördüm. Çayı niye soyuq süzmüsən deyip arvadını öldürenler var ay bala. Ata qorxma, narahat olma. Heç nə olmaz. Könül yazıb. Yazıb ki, mən çıxdım. Bəlkə sən də bizdən gələsən. Hara? Demədim, bəs Könül ofis aparır qovluğu, oradan da gedəcəyik dayının işlədiyi restorana. Ha, ne yaxşı. Ay ata, dünən dayıya göz aydınlığı verməyə getmişdim. Restoranın sahibi ilə tanış oldum. Cavan qızdı, mehriban, zarafatçıl, istiqanlı, elə yaxşı qız idi ki. Elə yaxşı. İndi də Könülü ora aparıram qonaq. Yok ay kızım ben gitmeyeyim. Siz iki əmi kızı gidin yaxşıca istirahat edin, vaxtınız xoş geçsin. Ben size mani olaram. Aa Natıvan xanım, bugün necə belə tez gəlmisiniz? Elə ona görə zəhmət olmasın mənə bir yaxşı kofe verdik. Bu dəqiqə. Şəmsi, Bəli, amma sonra qayıtkən sənlə bir balaca söhbətim var. yaxşı. Əyləşin, mən də gələrəm. Tələsməyə, bir söhbəti deyil. Ha? Aha. Niyə ayrıldın Şəmsi? Yəni, ailən niyə dağıldı? Başa düşürəm, şəxsi məsələdir. Sənə nə dəxli var, deyə də bilərsən. Sadəcə, bilirsən, mənə maraqlıdır. Mən təsadüfən Könlünü də gördüm, xoşum gəldi onu. Humaya'dakı bilirsən, vurulmuşam. Bəli, əziz dayı, biz Humayla bu barədə bir balaca söhbət eləmişik. Umay nə dedi? Humay nə dediyini inirsən, mən səndən soruşuram. Nə baş verdi Şəmsi? Bax, mən görürəm ki, Könül də sənə qarşı biganə deyil. Sənin də meylin var. Yəni, nə oldu, nə baş verdi də siz ayrıldınız? Yəni, nə oldu, nə baş verdi də siz ayrıldınız? Səbəb nə idi Şəmsi? Bilirsiniz Natıvan xanım, səbəb həm çoxdur, həm yoxdur. Yoxduğunu başa düşdüm. Çoxdan birini deyə bilərsən. Qaynanam, təsəvvür edirsiniz Natıvan xanım. Qaynanam imkan vermədi ki, evliliyimizin 2 ili tamam olsun. Ümumiyyətlə, bu söhbət o qədər bədniyyət söhbətdir ki, danışıb bunu yadıma salmaq istəmirəm. Yəni, ailələri o qədər pisdir. Yox, pis deməzdim. Yəni, onların ailələri o qədər qəribədir ki, onların ailəsində boz rəng yoxdur. Onlar ya qaradır, ya ağdır. Yəni, başa düşməliyim. Yəni, Könülün atası, yəni Könülün atası, anası, bir də balaca qardaşı. Onlar bax, qaradır. Amma Laçınla Könül bunlar ağappaqdır. Biraz izah edə bilərsən. Atası, adı da Adəmdir. Arvadağı, sözbaz, yalancı, axırıncı sözü dilinin ucunda olan adamdır. Bir də bu pis qadınlar kimi elə tüm günü qarğış dökür. Anası, mən anasından danışmaq da istəmirəm. Bütün günü deyinir. O kiçik oğulları da elə bir o ata-ananın qarışığıdır.
Amma Laçınla könül elə bir o ailənin uşağı deyildi. Hətta. Bəli, bəli. Bilirsiniz, mədəni səviyyələri də tam başqadır. Mən o qədər ağız dostu danışırsan ki, belə başa düşdüm ki, əgər qayıtmaq, barışmaq şansın olsa, barışarsan. Bilirsiniz, Natıqan xanım, mən sizə bir söz deyim. Bəlkə də sizə qəribə gələr. Laçın elə bir yaxşı oğlandır ki, onun bacısını boşamaq ayıbdır. Bəlkə də siz onu şəxsən tanısaz, görəcəksiniz ki, mən həqiqəti deyirəm. Güzel. Açıq biraz narahat idim. Ama indi başa düşdüm ki, düz eləmişim. Nəyi? Dünən Humaydan xahiş elədim. Könlü dedim bura gətirsin, qonaq çağırmış. Sürpriz eləmək istedim. Amma sonra fikirləşdim ki, birdən sənin xoşuna gəlməz. Vay dədə, vay. Necə qəribədir ya, Natıqan xanım. Təsəvvür edirsiniz, 5 il bundan əvvəl, məhz bugün, könülllə mənim toy günümdür. Burada. Necə də qəribə təsadüf. Amma xoş təsadüfdür. Onda istəyirsən sən də Laçın dəvət elə. Əgər sizin barışmağınızı çox istəyirsə, Laçında dəvət eləmək lazımdır. Deyərəm. Hə, Şəmsi. Laçın haralardasan? Yoldayam, maşın sürürəm. Maşındasan, vaxtını çox almayım. İmkan olsa bizə tərəf gəl. Hə, elə siz tərəfdəyəm. İşimi qutarım, bir saata gələrəm. Mütləq gəl. Vacib sözüm var. Yaxşı, o oldu. Adəm müəllim, gəlmişəm, görürəm sizi. Hə. Lap yaxşı. Gəl qardaş, gəl. Xoş gördük, Axsaqal. Hoş gördük. Çok sağ ol. Belki bir gezişək. Necə məsləhət verirsiniz? Çoxdan gəlibsən şəhərə. Bir ilə yaxındır. Harda işləyirsən? Mühafizə xidmətində. Ha. Vidadi, sənin evin zadın var, yəni burada şəhərdə. Yox, Axsaqal. Evinə gəzir, kiraya qalıram. Hə, bax burası ürək açan olmalı. Nə demək istəyirsiniz Adəm müəllim? Rahat deyin. Bəlkə bir oturaq. Oturaq da. Nəsə ciddi söhbətdir, hə Adəm müəllim? Vidadi, sən ailəlisən. Bəli, uşaqlarım da var. Allah saxlasın. Sağ olun. Adəm müəllim, nəsə çox fikirləşirsiniz. Narahat olmayın, nə sözünüz varsa deyin. Oğlunuz məni yaxşı tanıyır. Oğlum demişəm.
Eldarın xəbəri yoxdur ha. Mənim səndən görüşə gəlməyimdən. Düzdür, nömrəni ondan almışam. Amma səndən görüşəcəyimi ona deməmişim. Nəyin ki, ona heç kimə deməmişim. Ha, əgər Eldarı yaxşı tanıyırsansa, yəqin məlumatın olar. İmkanımız yaxşıdır, şükür. Bəli, bilirəm. İmkan da yaxşı olanda özünlə düşmən gətirir. Aha. Bedali, bir adam var, bizə çox mane olur. Təsəvvür elə ki, yoldaşımın üstünə bıçaq çəkir, deyib başını kəsərəm. Mən deyən oğlandı. Yox, onu yaddan çıxar. Bu adam qadındır. Çox çəkən qadın xaylağıdır. İndi təsəvvür elə də. Aha. Aha, canının sağlığı. Deməli, Vidadi, vəziyyət belədir ki, mən həmin qadını istəyirəm. Vidadi, məsləhət deyilsə, söhbəti saxlayım. Yox, məsləhətdirsə, davam edeyim. Vidadi, xudafizləşək. Yox, adam kişi. Sözümüzü ürəklə deyil. Mən olmasam da tanış uşaqlar var. Adam yiyəndilər. Nə lazımdır kömək eləyəcəm. Həm də belə işi üçüncü tərəf görəndə daha yaxşıdır. Arada sizin adınız hallanmır. Hə? Bəli, o işi kim görəcəksə sizi heç tanımayacaq. Nə o sizi tanıyacaq, nə siz onu. Hə. Bax, bu ağıllı sözdür. Heç mənim ağlıma gəlməz. Bəli, adam kişi. Bu işin yolu belədir. Onda mən lap quşun gözündən vurmuşam ki, Vidadi, sənə quzu kəsərəm, bu işi həll elə. İşi nə vaxt görmək lazımdır? Canım gözüm, nə vaxt görmək deyəndə onu siz bilərsiniz. Bu adamın adını, koordinatlarını verin, onu güdün, izləyin, ələ düşən birinci imkanda aradan götürün. Onda mən uşaqlarla görüşüm, danışım, həll eləyim. Siz bu işə nə qədər pul vermək istəyirsiniz? Canım gözüm, birdən ikidən mən belə işdən məşğul olmamışım. Buna görə heç nə deyə bilmərəm. Sən özün dinlə.
Salam Əmid kişi. Elə bildim heç kim yoxdur. Tek darıxmırsınız? Ne bildin tekim? Humay xanım demişti ki bugün restorana gidecek. Yaman fikirlisiniz. Fikirli değilim, seni gözləyirdim. İndi də götür qoy eləyirəm ki, hardan başlayayım. Akşam dediğim söhbəti. Hə, eşidəndən yaman narahat olmuşum. Niye Həmid kişi? Necə yəni, niyə? Ərini öldürən adamsan. Kızınla bir evin altında kalırsan, özü də ikilikdə. Bəs narahat olmuyor. İstəyirsən danışım. İstəyirəm ki, gözləyirəm də. Onda buyur gel. Yox, ora getmək istəmirəm. Akşam boynumu almadım. Dedin hep korkma gel. Aha. Aslında korkmuram. Üşənirəm səndən. Soyuq baxışların var, heç nə reaksiya vermirsən. Bilmək olmur nəyə münasibətin necədir. Danışaram. Ama ayaküstü söhbət deyil. Onda keçəyib. Gel Zeynep gel. Gel eyleş. Dedin ki baxışlarım soyuqdur. Heç nə reaksiya vermirəm. Amma danışan vaxtı kövrəli bağlasan bağışla mənim. Yoldaşım məni qaçırtmışdı Həmid kişi. Tanımırdım, başqa kənddən idi. Evlərinə gələndən sonra bildim ki, nə atası var, nə anası. Evin tək uşağı idi. Atası o körpə olanda rəhmətə getmişdi. Anası da onu çox ərköyün böyütmüşdü. Yaşadıkça gördüm ki, bütün kənd bunun əlindən bezardı. Sonra qonşulardan eşitdim ki, anası onun üçün hansı evə elçi gedibsə yox deyiblər. Yazıq arvad dərddən çərriyib ölüb. Adı neydi? Solmaz. Yok, onu demirəm. Yoldaşının adı neydi? Merdan. Sonra? Sonrası çok pis oldu Həmid kişim. Evde söz demeye ixtiyarım yok idi. Çok kür adam idi. İçirdi, kumar oynuyordu, söyürdü, təhqir eləyirdi. Vururdu məni. Ama mən bunun hamısını qəbul eləyirdim. Yəni, qismətimlə barışmışdım. Ta kızım doğulana qədər. Üzr istəyirəm səndən.
Mən hamilə olanda qabağıma şərt qoydu. Dedi, əgər qızın olsa öldürəcəm. Hə, Həmid kişi. Deyirdi, mən ancaq oğlan istəyirəm. Səhərdən axşamacan ayağına düşüb yalvarırdım ki, fikrindən yayındıra bilim. Başa salmağa çalışırdım. Deyirdim ki, axı elə ailələr var ki, uşaq üzünə həsrətdilər. Nə oğlan, nə qız, təki sağlam uşaq olsun. Ayağına düşüb yalvarırdım ki, gəl Allah'ımıza şükür eləyək. Saxla. Saxla. Şəmsi, mən buradayım, sən haradasan? Harada? Hə, yaxşı, gözləyirəm, tezcə. Buyur, salam aleyküm. Hayır, aleyküm, sağ ol. İçəriyə keçmirsən? İçəridəydim, zəng gəldi deyə çıxdı. Elə, hə, keçək də. Yox, Şəmsi, getməliyəm, tələsirəm. Nə deməliyim? Laçın, bir dənə mənə bax. Dünən Humay bura gəlmişdi. Bizim də restoranın sahibi var. Görmüsən onu. Adı Natavandır. Nəsə Humay ilə görüşüblər, söhbət ediblər. Sözləri tutub. O da Humayı könlünlə dəvət edib bura. Bugün. Yəni, sən də dəvətlisən. Aha. Deyirəm, könlünə şərait yarada bilərsən. Birdən gələ bilməz, evdən icazə verməzlər. Özüm ölüm, Natavan xanıma deməyə utandım. Dedim, ha, bizim haqqımızda nə fikirləşər? İmkan yoxdur. Hayır, niyə yoxdur ki? Könül evdə deyil ki. Gedib ofisə, oradan da çıxıb gəlməkdir mənim mağazama. Hə? Hə, narahat olma. Bəs niyə fikirləşib dinlənmədin ki? Bilirsən Şəmsi, nəsə düz gəlmir. Niyə düz gəlmir ki? Qardaş, könüllü Humay dəvət edir, bəs məni? Davam edir. Qardaş, könüllü Humay dəvət edir, bəs məni? Səni də mən dəvət edirəm də. Yox, Şəmsi, nəsə düz gəlmir axı. Niyə düz gəlmir? Masa arxasında dedim 3 xanım olacaq. Mən də tək qalmayayım da. Qardaş, Humayı Natavan dəvət edib ki, könüllən bir yerdə gəl. Yəni məclis onların məclisidir. Sənin orada nə işin var? Elə olmalı. Natavan xanım bugün mənə dedi ki, Aha. Humaydan xahiş elədim ki, könüllü də gətirsin, gəlsin bura.
etirazın yoxdur ki. Mən dedim ki, yox, elə təsadüfə bax. Bugün də bizim könüllə toy günümüzdür. Doğrudan Hə, Natəvan xanım da bunu eşidəndə dedi ki, onda məclisi biraz geniş görək. Məndən də xahiş elədi ki, sən də mən dəvət edeyim. Ay, sağ ol. Mənə elə burası lazım idi. Gələ bilərsən. Saat neçədə yığışırsınız? Bilmirəm, öyrənib deyərəm. Elə bu, bunu telefonda da deyə bilərdim də. Laçın, qurban sənə. Bir söz də deyim. Yəni, telefonda deyə bilmədiyimi elə indi deyəcəm. Buyur. Humayla bir masa arxasında oturmaq sənə çətin deyil ki. Şəmsi, bu yersiz söhbət oldu. Mən Humaya Sənan müəllimin yanında əmi qızı demişəm. Sən mənə nə hesab edirsən? Sənə qızı kəsərəm, Laçın. Vəssalam. Onda axşam gözləyirəm. Vaxtı da indi öyrənib sənə xəbər edirəm. Narahat olma, könüldən öyrənərəm özüm. Buyurun. Salam. Elza xanım sizsiz? Bəli. Gəlmək olar? Buyurun. Elza xanım, bunu dünən Həmidə mi gətirmişdi atam imzalamaq üçün? Dünən gedəndə yadından çıxıb bizdə qalıb. Buyurun, bunu gətirmişəm. Könül. Bəli. Şəmsinin zövqlü olduğunu bilirdim. Amma bu boydasını gözləmirdim. Gəl oturaq, gəl. Keç əyləş. Necəsən? Sağ olun. Atan gül heç burada işləyəndə gəlib getmirdin. Şəmsiyə görə icazə vermirdilər. Məni tanıyırsan da? Bəli, Elza xanım. Sənan müəllimin bacısısınız. Yəni Humayun baldızı. Bəli. Bir dəfə də bizə evə gəlmisən. Mən evdə olmamışam. Səni elə görmək istəyirdim ki, mənə çox maraqlı idi ki, görəsən bu Şəmsi müəllimin könülü kimdir? Maşallah olsun,
kənd qızı deyirəm başqa şeydir də. Hər tükündən abur həya tökülür. Heç adamın ağlına gəlməz ki, səni kimi utancaq qız atasının telefonunu oğurlayıb keçmiş ərinə xəlvət zəng vurar. Şəmsi deyib. Şəmsinin məndən gizli sirri yoxdur ki, elə mənim də həmçini. Biz Şəmsi ilə həmişə can deyib can eşitmişik. Sözün düzü, Şəmsinin buradan işdən çıxmağı xətrinə dəyməsin. Adəm müəllimə görədir. Qaralamışdı onu. Elə harda əlinə keçirdi, danlayırdı onu. O da yazıq bezdi, başını götürüb qaçdı. Hə, atamın ondan xoşu gəlmir. Sənə bir sual versəm xətrinə dəyməz. Nə üstə ayrıldınız? Şəmsi deməyib. Şəmsi deyib. Amma Şəmsi bir cür deyir, Atangil başqa cür deyir. Özündən eşitmək istəyirəm. Anam belə məsləhət gördü. Könül, Bəli, Əzə xanım. əgər atanın o cür münasibətindən, ananın belə məsləhətindən sonra Şəmsi qayıdıb yenə səni tutursa, deməli sən onun ətəyindən bərk yapış. Hə, nə içək? Çay yoxsa kofe? Ay, Humay, nə yaxşı gəldin. Salamlar hamıya. Salam Humay. Salam əmi qızı. Sən canım, bir dənə yanaşıdı yanında. Humay, incimə, amma əmin qızı səndən gözəldir. Mən bunu həmişə demişəm, heç vaxt danmaram. Elə mən də həmişə demişəm ki, sənin ürəyindən yoxdur da. Sənədləri verdin? Hə, bu deyir orada. Sən Könülün gələcəyini bilirdin? Hə, telefonla danışmışdıq. Restorana gedəcəyik. İstəyirsən sən də bizlə bir yerdə gəl. Yox, mən Sənanı gözləyirəm, işimiz var. Siz indi gedirsiniz? Yox, atam gəlməlidir, zəng eləmişdi. Bura? Hə, Niyə? bilmirəm. Ha, salam kızım, salam. Salam əmi. Ata, nəsə olmayıb? Yok, yok, öyle bir şey yoktu. Bəs mənlə nə danışmaq istəyirdin? Burada elə bir yer var mı ki ikimiz? Sənan otağı həmişə açıq olur. Kızım, bizi bir 2 dakika bağışlayarsan. Əlbəttə. Nə olub ata? Of, hay Allah, necə gərginəm ya. Ata, nə olub axı? Cümləni düzüb qoşa bilmirəm, əziyyət çəkirəm. Nə olub? Kızım, sen bircə dəqiqə hövsələni bas, keç otur, fikrimi toplayıb deyəcəm, gəl. Gəl otur. Kızım, sonradan mən həbsdə olan müddətdə ya da nə vaxtsa sən ona bir söz deməmisən. Nə barədə? Belə özüm barədə. Özüm barədə sən ona nə deməliyəm ki? Yəni sənin bizim valideyn övlad məsələsi barədə.
demisən. Yox ay ata, mən onu niyə deyim ki? Əvvəla sən mənim doğmaca atam, Almaz da doğmaca anamdır. Mən bunu belə də qəbul eləmişəm. Bunu kiməsə deməyin nə mənası var? İkincisi də bu söhbət hardan çıxdı? Nə olub axı? Ata, nə olub? Heç ya qızım elə belə. Yo, ata, bu elə belə söhbətə oxşamır. Özündə sözündə deyilsən. De görüm nə olub? Bilirsən əhvalım niyə belə oldu? Sən çıxandan sonra mən divanda mürgülədim. Belə qatıma qarşı yuxu gördüm. Nə gördün ki? Sən onunla dalaşırdıq. Yuxuda. Mənə deyirdi ki, sən Humayın öcək olduğunu mənə niyə deməmsin? Canım atam. O qədər hər şeyin fikrini eləyirsən ki, Allahın yuxusunda rahat yata bilmirsən. Onu sən ona demək nədir? Heç mənim yadıma düşmür. Mən gözüm açandan sizi görmüşəm. Canım atam. Adınız ürəyimə yazılıb. Sən niyə belə narahatsan ki? Hə bir adı. Çatdım. Ay kişi, təndimə. Elə belə soruşdum, görüm hardasan. Mən oturmuşam burada. Hə, yaxşı, gəl. O cürünə kişinin bu ağılda da oğlu olar da. Tamam mıydı hadi? Aleykümselam. Əyləş. Çay içiyorum. Hə, zəhmət olmaz. Vəziyyət nə tərdə? Yaxşı. Super. Hə, tək elə olsun. Boğazım qurumuş deyə susuzluğundan yanırdım. Niyə hava elə də istəyir elə axı? Nə bilim, nəsə susamışdım. Evdə dediyin? Hə, əlbəttə. Atam eşidən kimi dedi ki, pul qurbandır sənə. Çıxartdı, verdi. Nəyi? Pulu da, hə? Hə, nə yaxşı. Hə, valla, atam dedi ki, iki kişisən. Nə işlə istəyirsən, məşğul ol. Təki bilim ki, mənim oğlum da pul qazanır. Hə, deməli atan çox yaxşı kişidir. Hə, verim də bir adı pulu. Beş gətiribsən? Yox, hamısını. Evə baxmayasın? Ha? Deyirəm, evə bax sonra da. Bəs dedin tanıdığın adamdır, qonşudur, nədir? Dedin tanıyırsan. Elə ona görə deyirəm də, gedək bax, bəlkə xoşuma gəlmədi. Yox, bir adı, mən onun nəyinə baxım ki? Özüm yaşamıram, bir şey eləmirəm. Ora kirayı adam gələr. Niyə gəlmir? Gül kimi evdir. Vəs olam da, birdən gecikərik başqası alar. Qoy pulu verim. $200.000. Müdahale.
Eldarın canı üçün deyəsən mən deyəndə mənə inanmamısan. Niyə? Bunu görəndə çaşdın qaldın. Yox, çaşmadı. Nəsə problem var? Yox, niyə problem? Pulu götür gizdən. Birdən içəri kimsə girər. Mən bir dənə paket alıb gəlirəm. Ben bu aileden bir şey anlamadım. Hoş geldin aga. İnanırsan evdə tək qalmağa vərdiş eləməmişəm. Bağrım çatlayırdı. Mən də deyirəm, bu niyə çöldə oturub? Havanın belə parıltılı olmağına bax, ne? İstiliyi yoxdur. Gəl görüm. Gəl içəri geç. Yoruldum ha. Dayanacaqdan bura nə çox məsafə var imiş. Taksiyle niye gelmedi? Evdə kimsə var. Dedim axı təkim. İkimiz isə deyim də. Deyirəm Firuzə, evdə pul olmaqla deyil. Psixologiya, kasıb psixologiyasıdır. Fikirli. Gəlib evə çatanda ayılmışam ki, avtobusa minmişəm. Fikirdən danışma, Bu gecə səksəkəli yatmışam. Yuxuda aləmi qatmışam bir-birinə. Adəm, elə qorxmuşam. Yuxudan oyananda gördüm ki, suyun içindəyəm. Nə gördün ki? O qıçı sınmış Zeynəbi görmüşəm yuxuda. Yaz, yoxsa yuxuda da sənin üstünə bıçaq çəkir. Bıçaq onun yanında toya getməli idi. Həmidgin evinə attığımız tapanca var, Görürəm, gəli, oradan tapancanı çıxardı, tuşlayıb üzümə. Mənə deyir ki, pulların yerindi. Bilirəm, pulları siz götürmüşsünüz. Adəm, istədim qaçım, ayaqlarım yapışıb yerə. Tətiyi çəkəndə yerimdən dik atıldım. Elə bildim ölmüşəm Adəm. Allah xeyirli yaşamasın. Amin. Sen hara getmiştin? O Zeynep söhbətini eləməyə getmişdim. Vidadi ile görüştü. Ne dedi? Firuzə. Ayça. Deyəsən, o adam da belə işlərə baxandı. Ne dedi ki? Deyir, özüm eləmərəm, amma adamlarına onları elətdirərəm. Bu işin qaydası belənim. Adım ortalıqda hallanmasın. Elə mi? Dedi, o Zeynəbi öldürəcək adam nə səni tanıyacaq, nə də sən onu görəcəksin. Birbirinizin adını belə bilməyəcəksiniz. Elə daha etibarlıdır. Əlbəttə, kimi fikirləşirlər. Nə qədər pul istədi? Dedi, öyrənib deyərəm. Firuzə, sən qalx yuxarı, mənə bir büküm pul gətir. Deyirəm, birdən Behzad istəyər. O üstümdə olsun. Yaxşı.
Adəm. Sən oradan pul götürməmisən? Yox. Boy. Nə olub ki? Gördüm pul gözümə az deyir. Saydım 200 min yox idi. Pul yoxdur nədir? Sən nə danışırsan? Vallahi yoxdur. Dedim bəlkə Laçına zada lazım olub vermisən. Ha, mən heç kimə heç də verməmişəm. Bəlkə səhv eləyirsən. O boyda səhv olar. Deyirəm 200 min yoxdur da. Ay köpək oğlu. Daha zəng elə gör, Eldar hardadır. Eldar o boyda pulu götürməz axı. Firuzə, deyirəm Eldar götürüb. Dünən iş qurmaqdan dəm vururdu. Mayasını soruşdum, dedi 150-200 min eləyir. Pulu o götürüb. Zəng elə gör hardadır. Buna baxayım. Tez elə. Bunu kim çəkib? Bəyəndin? Hə, maraqlıdır. Şəmsinin restoranda çəkiblər. Orada rəssam var ki. Yox, kimsə müştəriymiş. Kimsə nədir? Deməli, Humay, çox maraqlı bir hadisə baş verib. Laçınla Şəmsi restoranda oturublarmış. Ofisiant sifarişi gətirəndə bu şəkli də gətirib. Aha. Bunlar da soruşub ki, bəs bu şəkli kim çəkib? Ofisiant da deyib ki, müştəri idi. Verib tapşırıb ki, mən gedəndən sonra verərsən. Həqiqətən də maraqlı hadisədir. Özü də qəşəng çəkib ha. Hə, Laçın cırıb atmaq istəyirdi. Mən qoymadım. Niyə? Nə bilim. Deyəsən çox xoşuna gəldi. Yaxşıdır, amma çox fikirlidir. Gözlərini qıyıb harasa baxır, amma elə bir baxdığı yeri görmür. Fikri başqa yerdədir. Aa, heç fikir verməmişim, Hə, düz deyirsən. Həqiqətən elədir. Deyəsən sənət əsərini müzakirə edirsiniz. Yəqin ki, mənim də şəklimi hansısa bir anonim rəssam çəksəydi, mən də sənin kimi havalı təvəzzükarlıq eləyərdim. Əmi qızı, nə gəliz cümlə dedin? Sən hələ qardaşından soruş gör, işə niyə vaxtında gəlmir? Sizin menunu seçməyə mənə həval eləmişdilər. Ona görə ləngidim. Könül, bunu götürdüm. Deyəsən əl içməmişsən. Restorandan gəlirsən? Hə. Məni də dəvət elədilər. Niyə belə təəccübləndin? Olmaz? Səni də Natavan xanım dəvət eləyir? Yox. Məni sənin dayın dəvət elədi. Könül, bu soyubdən qaynar çay ver də zəhmət olmasın. Hə, bir dəqiqə. Bugün bilsən nə günüdür? Yox. Şəmsi dedi, yoxsa mənim də ağlıma gəlməzdi. Bugün Şəmsi ilə Könülün evlilik günüdür. Nə hədiyyə eləyə bilərik? Fikirləş gör, tapa bilirsənmi Könül gələnə qədər? Yaxşı olardı. Çay yoxdur? Eyvaz dedi ki, indi özüm gətirəcəm. Hə.
Qalıb səndə. Gördüyün kimi. Çap eləyim. Çərçivəyə də saldır. Nəyi? Eyvaz. Biz birazdan gedirik. Yeznə bizi restorana dəvət edib. Axşama yəqin ki, gəlməyəcəm. Axşam müştəri gəlməndə özün qarşılayarsan. Laçın hara getdi? Çərçivə axtarmağa. Nə çərçivə? Tələsmə görəcəksin. İştirəm, nə olur? Ya Şəmsi, qalmaqallardan başım açılmırdı. Nə olub axı? Şəmsi, sənə and verirəm bacının qəbrinə. Humayun bizim doğma övladımız olmadığını kiməsə demisən ya yox. Yəni içli olarsan, kiməsə demiş olarsan, şeytan azdırar, dilindən çıxar. Şeytan quraqsan. Sən ana bacısına deməmsən. Sənə nə olub? Buna söhbət edirsən? Yox, demisən ya yox. Həmid, sənin söhbətini mən özüm dedim ki, örtbasdır eləmək lazımdır. Mən dedim, dəliyəm, gedim bu söhbəti açım danışırım. Şeytana lənət. Sən nə olub? Niyə bu vəziyyətdəsin? Bir izah elə görüm. Şəmsi, o evdəki qulluqçu qadın var ya. Hə, Zeynəb. Hə. Aha. Onun davranışı heç məni açmır da. Neyiniyir ki? Sən özün demişdin də, bilirsən ki, o ərini öldürdüyünə görə həbsə düşüb. Hə, bilirəm. Bu gün o hadisəni mənə danışdı. Sonra söhbətin məcrasını dəyişdi. Hiss elədim ki, söhbəti Humayun üstünə aparıb çıxardacaq. Ona görə də sözü ağzında yarımçıq qoyub çıxdım evdən. Nə deyirdi ki? Mənə deməyə hazırlaşırdı ki, güya ərini qızına görə öldürüb. Başa düşmədim. O bunu sənə necə deyirdi ki? O dediyi kimi mənə deyir. Söhbəti biraz gen götürdü. Hə. Dedi güya əri bunu hədəliyib ki, qızın olsa səni öldürəcəm. Bunun da qızı olub, aha canının sağlığı da. Elə orada sözünü ağzında yarımçıq qoyub çıxdım. Nahaq. Nahaq sözünü kəsməsən, gərək axıra kimi qulaq asardım. Bəlkə başqa söz deyəcəkdi. Əhmədin canı üçün dalağım sancdı ki, o söhbəti Humayun üstünə aparıb çıxardacaq. İsmail, o qadın bunu hardan öyrənə bilər ki? Bakıda bu məsələni bilən adam yoxdur. Tərk burasındadır ki, o qadın bizim qonşu kənddəndir. Doğrudan, ha? Bəli. Mən onu bilmirdim. O kimdənsə orada eşidə bilər. Hə, Həmid. Sənin ehtimalın düz çıxır. Bilirsən niyə belə arxayın danışıram? O qadın getdi, gəldi, əl çəkmədi. Həmin şirkətə işə girdi. Yəni, Sənanın şirkətinə. Elə evə girmək üçün də bu planı o cızıb. Mənim hər kim çatmır, Şəmsi. Onu evdən necə rədd eləyə bilərik? Dağa daşa düşmə. Humaya deyərik uzaqlaşdırar. Sən dedi, mən də deyərəm. Özün də təəccüblənib eləmə. Şoka da düşmək lazım deyil. Dünyanın işi belədir. 5 madenlə pul keçdi, başın bəladadır. O qadın da pulun iyinə gəlib. Vəssalam. Allah köməyimiz olsun. Allah köməyimiz olsun. Amin. Firuzə! Ay Firuzə! Gel onu gətir bura.
Eldarı deyirəm, gəldi, ged onu gətir bura. Salam ata. Salamın başına dəysin, yaxşımı? Nə gözü döyürsən, hə? Az sən saxla, yaxın gəl görüm hə. Sən evdən oğurluq edirsən, hə? Zəhrimar? Kar yerinə düşdü. Sən evdən pul oğurluyursan, küçük. Siz pulları hər gün sayırsınız? Sualıma cavab ver. Evdəkilərə etibarınız yoxdur. Pulu hər gün sayırsınız. Sözün başına ip salıb dolama. Cavab ver. Evdə pul oğurlamısan, nə cilaf? Məni vadar eləməyin. Vadar olub nə qələt eləyəcəksən, hə? İt balası. Ata. Nə deyəcəksən? Ata, məni vadar eləmə. Vadar eləyirəm. Boynunu al. Yaxşı eləmişəm. Nə yaxşı eləmsən, hə, ay cilaf? Evdən pul oğurlamaq yaxşı işdir. Və qardaşının evindən pul oğurlamaq yaxşı işdir. Çaşdın ata. Sən atamın üzünə ağ olursan. Ağ olmuram. Atamın getdiyi yolu gezir. Səsini kəs, küçük. Utanmırsan? Sən də onun kimi fikirləşirsən. Utanmaz iş tutmuşam. Xeyr ola. Əminin evinə tapancanı mənə atdırırsınız. Saxta pulu mən qazıb bastırıram. İndi xərcləməyə haqqım çatmır. Sən bundakı dillərə bax, ha? Nədir? Düz demirəm? Xəlvətcə polisə zəng eləyəndə, şər atanda 2 kişi oluram. İndi xərcləməyə gələndə yaşım çatmır. Bunun özü boyda da yerin altındadır. Dünən demək istəyəndə sözümü kəsdi. Başıma qapas vurdu. Oğurlamamışam, İş qururam bir daha deyinə. Nədir? Olmaz? Başqa sözünüz yoxdur? Bəlkə Laçının mağazasına gedim, bir şey atım, mən də qardaşımı şərliyim. Necə olar? Əlimdən gəlir axı. Bacarıram da, öyrətmişsiniz axı. Eldaş. Yerdə qalan pul var ha. Onun hamısı mənim. Əlinizi vurmayın. Sənan qaytardığı sizin payınızdır. Əclaf gədə bütün cikimizi, bikimizi üzümüzə saydı. Biz evdə canavar bəsləmişik, xəbərimiz yoxdur. Heç də başa birdən gedib polisə zada xəbər verməz. Yox səndə. Onda o qeyrət hardadır? Bu əclaf bizdən betər imiş. Nə dedisə cəhənnəmə desin. Məni sakit saxlayan bilirsənmi nədir? Bu Vidadi sözünə düz adama oxşuyur. İnşallah pulu batırmaz.
Həmid kişi salam aleyküm. Gün hayanla çıxıb mənə zəng eləyirsən. Salam ay Teyyub, salam. Hə, aleyküm salam. Teyyub, mani olmuram, vaxtım var, danışa bilirsən. O kişi mani olmaq nədir? Kənd yeridir də, bu saat iş yox, güc yox. Oturub domino çırpırıq. Nə sözün varsa de. Teyyub, səndən sizin kənddən bir adamı soruşmaq istəyirəm. Kimi? Bilmirəm, tanıyacaqsan ya yox. Mərdanı soruşmaq istəyirdim. Nə Mərdan? Anasının da adı Solmaz olmalıdır. Həmid, Mərdan bilirsən neçə ildə ölür? Hə? Vallahi, özü də ölmədi, bədbəxtə arvadı öldü. Nə danışırsan? Vallahi. Bəs o əhvalat necə oldu ay Teyyub? Qardaş, bir gün eşitdik ki, arvadı vurub Mərdanı öldürüb, gedib polisə təslim olub. Eşidəndə bütün kənd dəhşətə gəldi. Arvadı da bağırın biriydi. Yenicə də uşaqları olmuşdu. Yadımda mənim belə qalıb. Aha. Ne edirsən ay Həmid, o sənin evə lazım. Bəs uşaq nə oldu? Eşitdiyimə görə arvad məhkəmədə deyib ki, özümdə olmamışam. Uşağı hara qoymağım yadıma gəldi. O bədbəxtin də meydin meşədən tapdılar. Mərdanı deyirəm. Arvadına da iş kəsdilər, o gedən getdi. Demədin, niyə soruşursan? Həmid kişi. Ay Həmid. Hə. Elə bildim xət kəsildi. Sən zaten neyinisən o? Teyyub. Hə. Onun arvadının adı nə idi? Nə idi? Ayşələr, Mərdan var idi, Solmazın oğlu. Ay sağ ol. Onun arvadının adı nə idi? Hə, kimin yadında qalır? Nə? Ay sağ ol, hə. Adı Zeynəb idi. Həmid, Zeynəb. Ağıllı oğlundan xəbərim var. Bilirsən hara gedib? Bu dəqiqə gedib onun yediyini zəhərə döndərəcəm. İnanmıram. Mən inanıram. Laç sənə şey eləməz. Gör dünyanın başlarına yıxıram yoxsa yox. Narahat olma, qorxma. Sizə təşəkkür etmək istəyirdim. Sənə də, rəhmətli yoldaşına da. Siz Humaya öz qızınız kimi baxmısınız. Hər gün görürəm, qulluğunda dururam. Xoşbəxt olduğuna şahidlik eləyirəm. Bu mənə bəsdir.